Salam RTV-nin daimi izləyiciləri, xoş gördük hər birinizi. Bugün həmsöhbətdə qonağım Azərbaycanda balaca boylar arasında qaydasız döyüş üzrə çempion Nicat Vəliyevdir. Nicat, səni salamlayırıq. Mən də sizi Necəsən, özünü necə hiss edirsən? Şükür Allaha salamatçılıqdır. Boy fərqinə görə həyatda yaşadığın çətinliklər nələrdir hər gün? Mən bundan barışmışam. Birinci sinifdən. Yəni özümdə nə qədər fərqi görmüşəmsə birinci sinifdən, ondan bəri yəni barışmışam. Belə də həyatda heç bir çətinliyim yoxdur. Şükür Allaha normal insanlar kimi də həyatda gəzirəm. Onların arasında otururam, söhbət edirəm, deyirəm, gülləm. Onlar da mənə belə qəbul eləyir. Səndə boyunun balaca olması hansı yaşdan hiss elədin? Hardasa 7 yaşımda hiss elədim də birinci sinifdə belə hiss elədim. Yəni düzdür, biraz çətinliyim oldu. Əlbəttə ki, kompleksdə düşdüm. Belə elə, yəni yolda görürdülər balaca uşaqlar zatlar, deyirdilər balaca kişi zat belə bir şey səslənirdilər. Yəni onu duyurdum. Amma yəni yenə də barışdım da, nə qədər olma, indi 26 yaşım var. Aha. Yenə də barışdım. Yəni bir depressiya keçirdimi? Çox. Bax, bu haqqda danışa bilərdik. Necə oldu bu? Bir il, 2 ilə kompleksim oldu. Özümə deyirdim ki, çıxmayayım insan arasına. Çıxacam deyəcəklər. Gizlənirdim. Yəni açığı deyim, yəni uşaqlar zətlər görməsin, yolumu dəyişirdim o yoldan bu yola, belə elə də qaçırdım. Amma sonradan yavaş adaptasiya oldun. Öyrəndim, barışdım. Psixoloji yardım aldın mı, yoxsa öz-özünü yəni sən qəbul etdin? Öz-özümü təsəlli verdim. Bir də sağ olsun, yəni valideynimə buradan təşəkkürümü bildirirəm. Valideyn köməkliyi aldım. Hamı elədi. Allah hamını bir quruluşda yaratmayıb. Səndən başqa nəsildə, kökdə, ümumiyyətlə genetik olaraq kimsə varmı boyu balaca? Xeyr, heç kim yoxdur. Atam da yekə olub. 1.80-a yaxın, 1.90-a yaxın boyu olub. Anam da bəstə boy biridir. Yəni özünə görə 1.60, 1.70 boyu var. Qardaşlarım var, 4 qardaşıq biz. Özümüz hamısı da uzundur. Bir dənə mənəm, son beşiyəm, həm də balacayam. Ailəlisən, yoxsa necə? Subay deyiləm, ailəliyəm. Allah hamıya qismət eləsin, subaylara qismət, olmayanlara da qismət olsun. Bəli, evliyəm, bir uşağım var, bir qızım var. Aha, çox gözəl, Allah saxlasın. Allah olmayanlara qismət etsin. Və belə deyək, bu sual, yəni belə deyək, şəxsi sualdır, amma yəni cavab verməyə bilərsən. Yoldaşın normal boydur, yoxsa sən o da balaca boy? Eyni boydayıq. Eyni boydasınız. Bəs övladınız da artıq o balaca boylar kateqoriyasında, yoxsa normal boy? Yox, övladımı hər ay yoxlatdıram, şükür Allaha. Yəni həkimlərin dediyinə görə, yəni normal insandır. Boy artımı var. Boy artımı var, normaldır, yəni bizdən də uzun ola biləcəkdir. Hələ mənə də zarafat ediblər, sənin əlindən tutub, yəni aparacaq məktəbə zada. Cəmiyyətə daha rahat olman üçün hansı addımlar atmaq lazımdır? Birincisi, insan özündən asılıdır. İnsan özünə qapanmalıdır. Hamı eyni bir quruluşda deyil. Mən yoldan keçəndə bir 50 arabasında bir insan görəndə baxırdım, o da mənə baxırdı, görüşürdük, eləyirdik, bir-birimizi qucaqlayırdıq. Yəni mən də sənin yerində ola bilərdim. Amma ki, yəni şükür Allaha dümdüz yeriyirəm, dümdüz gəzirəm. Əlim, ayağım yerində, işdə görə bilirəm. Özümdən qat-qat çəkidə qaldırıram. Heç bir kompleksim yoxdur. Amma ki, yenə deyirəm, bizə buradan baxanlar, mənim kimi insanlar var. Yəni tanıyıram ki, var. Evdən çörə çıxmağa biraz çətinlik çəkir. Normal insanlara səslənirəm. Bizim kimi insanları görəndə, yəni fərqli qəbul eləməsinlər. Yəni gözünün qırağı ilə baxmasınlar bizə. Bizə normal baxsınlar. Çünki biz də cəmiyyət içində, yəni normal gəzməyi sevirik. Normal gəzməyi istəyirik. Amma o normal insanlar ki, bizdən boy hündürlər, baxanda bizə lağ eləyəndə, əlbəttə ki, bəlkə içimizdə özümüz üzdən bildirməsək də, yəni qəlbdə bir dənə sınıq yaradır da. Boy yox, vicdan məsələn düzgün olmalıdır, əlbəttə, vicdan yaxşı olmalıdır. Boy bir o qədər də önəm daşımır. Əsas insanın ürəyi, vicdanı təmiz olsun ki, bəli. Onun əsas da məsələ, belə deyək, özün də dediyin kimi, bəli, sən cəmiyyətdə artıq bir hörmət qazanmış, nüfuz qazanmış bir adamsan. Bu da sənin vicdanının və ürəyinin gözəlliyinə xəbər verir. Əlbəttə. Belə deyək, ümumiyyətlə, bəs bu boy səndə hər hansı bir özgüvənsizlik yaradırdı mı? İndi şükür Allaha, yəni heç bir özgüvənsizlik yaratmır. Yəni mən deyərəm ki, yəni bu sözümü əminliklə Allah yaradıb bizi, qurban olum Allaha. İkinci səfər dünyaya gəlsəydim, yenə belə gəlmək istəyərdim. Boyla bağlı yadda qalan ən deyərdim ki, maraqlı hadisə. Belə olub ki, metroda olub, qarşılaşmışam. Aha. Yəni minmişəm metroya.
durmuşam metroda. Bir dənə xala alıb məni qucağına buraxmayıb. Yəni oturub qucağına buraxmayıb. Nə qədər çırpınmışam, yəni buraxmayıb ki, aşağı qalarsan ayaq altında. Mənim də üzüm tüklüdür, görmür məni. Reski çöndüm, qaçdım. Xala qurban olum, burax da ürəyim partladı axı məni. Xala da biraz kök xaladır, sıxıb məni, bağrım çartlayır, buraxın məni. Dedim, ay xala, məni buraxdı, atdı belə, tulladı belə. Dedi, bala bağışda, yəni bilmədim, üzüllü sayına, belə elə. Dedim, xala, eybi yox, amma nəyi var, gücüm var. Hal-hazırda yaşın neçədir? 26. 26 yaşın var və artıq neçə ildir ailəlisən? Bayaq dedin ki, ailəlisən. Neçə ildir? 2 ildir. Arzularını həyata keçirmək üçün önündə hər hansı bir maneə varmı? Yox, maneə yoxdur olmağına, amma arzularım var ki, mən İsveçrədə 30 ölkə arasında çəki qaldırmışam və çempion olub gəlmişəm. Sən həm də ağırlıq qaldırmaq üzrə çempionsan. Bəli, bəli. Qaydasız döyüş üzrə, həm də ağırlıq qaldırmaq. Ağırlıq çəki qaldırma üzrə çempionam. Bir də 10 yadro. barmaqda 10 mərifət belə bir söz var. Hə, yəni bir də yadro üzrə, uzağa nizə atmaq üzrə çempionam. Onunla da məşğul olmuşam. Universal da belə deyək. Çəkilişdən öncə söhbət eləyəndə dedin ki, Türkiyədə balaca boylar arasında dünya çempionu keçiriləcək. Bax, istəyirəm bu haqqda danışardıq. Nə vaxtı, ümumiyyətlə, belə deyək, özünə güvənirsənmi? Orada neçənci yer tutmaq fikrindəsən? İnşallah 10-cu dekabrdadır yarışımız, Türkiyədədir, İstanbulda. Mən özümü həmişə birinci görmüşəm. Rəqibimin də heç vaxt gözünə baxmamışam ki, gözü məni yesin. Onu da deyim ki, ring mənim üçün yəni evim kimi bir şeydir. Yəni mən ora girəndə nə həyəcan, nə stres, heç bir şey. Amma bir dənə ürəyimdə bir şey var ki, rəqibim mənim qabağımda dura bilməz. Heç vaxt, udarlarımın qabağında. Geyim seçərkən hər hansı bir çətinliklərlə qarşılaşırsanmı? Çox. Bəs bu geyimləri xüsusi olaraq alırsan, tikdirirsən, yoxsa necə? Bax, bu çətinliklə danışardın. Geyimi alıram, çünki detiskidə girəndə, yəni kürəyi falan gəlmir, qolu falan gəlmir mənə. Ona görə böyük yerdən alıram. Yəni böyük, necə deyim, balaca varsa onu alıram. Dərziyə verirəm, tikdirirəm. Gəlirəm, görürəm ki, yarım saat dərzi, yəni qalıb belə ki, mən bunu nətər ölçüm, biçim. Dərzi də əziyyət çəkir, mən də dərziyə əziyyət verirəm. Bundan salamlarımı diləyirəm. Haqqını halal eləsin. Çox çətinlik çəkirəm. Orasını yığdır, elə falan. Normalda bir insanın ayağı zadı kəsilir, məndə hər bir şey yığılır. Ümumiyyətlə təzdən yığılır, hə? Təzdən yığılır, elə bir dənə paltar yığırlar. Yəni belə onda da çətinlik çəkirəm əlbəttə ki. Yaşadığın evdə, ev sənin üçün xüsusi olaraq dizayn edilibmi, yoxsa bildiyimiz adi evdirmi? Bildiyimiz adi evdir. Hamıya qismət olsun inşallah. Yəni yaxşı yekə bir evim var özümə görə. Dizayn izadı yox, normaldır hər bir şey. Ehtiyacımı yuxarı çatanda stol qoyuram ayağımın altına, məcbur dırmaşıram ora. Deyir, götürəndə bir kişdən qapısındıram, o heç. Artıq müasir dövrdə boy uzatmaq mümkündür. Əməliyyat vasitəsilə edirlər. İstəyin varmı gələcəkdə boyunu uzadasan? Xeyr, mən yenə deyirəm, vurğulayım. 2-ci səfər yenə dünyaya gəlsəm, yenə belə gəlmək istəyirəm. Çünki mənim üçün çox rahatdır. İş üçün müraciət edəndə hər hansı bir problem yaşayırsanmı boyla bağlı? Əlbəttə ki, gedəndə deyirlər ki, yəni bizim vitrinə, məsələn, paltar yerinə gedirəm, bir yerə gedirəm. Deyirəm ki, iş lazımdır mənə. Deyirlər, vitrindən götürmək, paltarı vermək eləmək sənin üçün biraz problem yaranacaq. Çətinlik çəkirəm, düzdür. Amma yəni olsa mənim üçün, normal bir iş olsa problem yoxdur, işləyərəm. Amma əlimi üzmüşəm də, neçə yerə getmişəm, deyiblər ki, yox da sənə uyğun, boya uyğun yoxdur. Boya uyğun deyil. Bugün sən dedin ki, bir neçə idman növü ilə məşğulsan. Yəni qaydasız döyüş üzrə, həmin nizə atma üzrə, ağır atletika üzrə bu idman növləri ilə məşğulsan. Ümumiyyətlə uşaqlıqdan marağın nəyə olub? Ancaq bu idman sahələrinə, yoxsa marağın olduğu bir sahə var mıydı? Heç bir istəyim olmayıb, ancaq idman. Yəni demək olar gözümü açanda mənim atamgildə, babamgil tərəfdə pəhlivan nəsil olub. Genetik gələn bir şeydir. Ancaq idmana həvəsim olub, idmanın dalıca getmişəm. Hiss edirəm, bəli, insanların baxışını əlbəttə ki, insan var bir dəfə baxır, gözü qaçırdır, insan var daimi gözünü zilləyib baxır, süzür də belə deyim, altdan üstdən ki, görün bunun boyu niyə belədir. Bəli, rastlaşıram, özüm də hiss eləyirəm. Elə bir ki, belə tutmasın, uzaylı kimi hiss eləyirəm özüm, yəni başqa bir planetdən gəlmişəm. Düşmüşəm bura, mənə elə baxırlar, amma nə bilim, o yaxşı bir şey deyil də. Yəni elə çox pis
təsir edici bir şeydir əlbəttə ki. Sən boyda olanlara, məsələn, çoxu var ki, hal-hazırda kompleks yaşayır. Onlara buradan nə demək istəyərdin? Yəni ürək sözlərin nələrdir? Onlara buradan demək istəyəm odur ki, kompleks yaşamaq lazım deyil. Belə bir şey olanda valideynlərə yanaşmaq lazımdır. Valideynlərin kölgəsi altında olmaq lazımdır. Onların sözü, hər bir şeyi, yəni məsləhəti çox önəmlidir. Onlar çox düzgün yol göstərir. Mənim anam necə göstəribsə mənə. Yəni kompleks yaşamaq məncə lazım deyil. Çünki mən hiss eləyirəm ki, normal insanların içində balaca bir dəyərli qızılam. Buradan elə bir insanlara da, mənim kimi insanlara da demək istəyirəm ki, biz bu normal insanların içində xırda gəzən dəyərli bir qızılıq. Ona görə pis olmaq lazım deyil. Özünüzü rahat hiss eləyin. Evdən də çölə çıxın, rahat dostluğunuzla, tanışınızla, ailə üzrə gəzin, dolanın. Yəni lazım deyil elə bir şey. Kompleks. Çox var ki, məsələn, uzun boyları olub, həyatda, cəmiyyətdə deyək, o qədər mənfi insanlar var ki, xarakter baxımından, törətdiyi əməllər baxımından əsas odur ki, insan olaraq boy yox, xarakterimizə baxaq, belə deyək, mənəviyyatımıza baxaq və onu biz düzgün saxlayaq və biz onunla özümüzlə fəxr edək. Boyla yox, elə sənin sözünə dəstək olaraq bunu bildirirəm. Nicat, sənə təşəkkür edirəm. Çox sağ ol, vaxtını aldıq və bizimlə belə maraqlı həmsöhbət oldun. Çox sağ ol. Allah köməyiniz olsun, sağ olun. Minnətdaram sizə də. Belə hörmətli tamaşaçılar, bu gün də həmsöhbətdə qonağım Nicat bəy idi. Növbəti həmsöhbətlərlə görüşmək ümidi ilə. Sağ olun.